Atam Eoman Nəsirovla bağlı video müraciətim gündəmə gəldikdən sonra hər hansı dəyişiklik olmadı. Axaraza istinadən xəbər veririk ki, bu sözləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru Professor Elman Nəsirovun ilk nigahından olan qızı Laləzər Əliyeva deyib. Atam mənimlə maraqlanmadı, heç bir yardım etmədi. Bir dəfə məni telefonunun qara siyahısından çıxardı. Əlaqə saxlamağa çalışanda yenidən bloka saldı. 26 ildir necədirsə, indi də eyni vəziyyətdir. Mənim sosial şəbəkədə olan video müraciətim boşuna getdi deyə deputatın qızı əlavə edib. Qeyd edək ki, bir müddət öncə Laləzər Əliyeva sosial şəbəkədə çıxış edərək atasından gileylənmişdi. Deputat isə sosial şəbəkələrdə açıqlama verərək qızının olduğunu etiraf edib və bunun ona qarşı aparılan qara PR olduğunu qeyd edib. Bu, radikal müxalifətin işidir, çünki onların hədəfindəyəm. Onlar o qədər tükənib ki, başqa insanlardan əleyhimə istifadə edirlər, deyə Nəsirov bildirib.